Heydər Əliyev adına beynəlxalq hava limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparılıb. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Ombudsman aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına beynəlxalq hava limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparılıb. Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ üzrə və 59-cu maddəsində azad sahibkarlıq hüququ üzrə, habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyatı dövlət qurumlarına monitorinq nəticələri ilə bağlı müraciət ünvanlanacaqdır.